Hazırda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkənin müxtəlif bölgələrində heyvan bazarlarında monitorinqlər davam etdirilir. Məqsəd epizotoloji sabitliyi qorumaq və baytarlıq sanitariya tələblərinə əməl olunmasına nəzarəti gücləndirməkdir. İlkin nəticələr göstərir ki, bəzi bazarlarda artıq yenidən qurma işlərinə start verilib. Bazar sahiblərinə bu işlərin heyvan bazarlarına dair baytarlıq sanitariya norma və qaydalarına uyğun aparılması üçün nümunəvi eskiz layihələr təqdim olunub. Hazırda Bərdə rayonundakı heyvan bazarında da müvafiq işlər görülür. İşlər başa çatdıqdan sonra bazar sahibləri agentliyə müraciət əsasında fəaliyyətlərini bərpa edə biləcəklər. Aparılan monitorinqlər çərçivəsində Bərdə heyvan bazarında mövcud infrastrukturun vəziyyəti qiymətləndirilib, sanitar-gigiyenik şəraitin yaxşılaşdırılması istiqamətində tapşırıqlar verilib. Bazar rəhbərliyi artıq agentliyin təqdim etdiyi eskiz layihələr əsasında yenidən qurma işlərinə başlayıb. Görülən işlər göz qabağındadır. Qida Agentliyi tərəfindən verilən tapşırıqlar layiqincə yerinə yetirilir. Hal-hazırda dəfələrlə Qida Agentliyinin nümayəndələri gəlir, verdiyi layihə var. O layihəyə uyğun hal-hazırda bu günlərim layihə üzrə işlər gedir. Son vaxtlara, yaxın günlərə mən işi təhvil verəcəm. Agentliyin regional bölməsi tərəfindən görülən işlərə nəzarət olunur və prosesi sürətləndirmək üçün sahibkarlara metodiki dəstək göstərilir. Hazırda Bərdə rayonunda yerləşən diri heyvan satış bazarındayıq. Gördüyünüz kimi ərazidə intensiv işlər aparılır. Belə ki, diz bariyerlər quraşdırılmışdır. Bazar ərazisində asfaltlanma işləri aparılır. Heyvanların yemlənməsi üçün yem anbarı tikilmişdir. Bundan əlavə üstü bağlı diri heyvanların saxlanması üçün sahələr yaradılıbdır. Yaşıllaşdırma işləri görülür. Əlavə olaraq qeyd etmək istəyirəm ki, bazarın 3 girişi mövcuddur. Hər bir girişdə, çıxışda diz bariyerlər quraşdırılmışdır. Eyni zamanda xəstə heyvanların sağlam heyvanlardan ayrılması üçün xüsusi izolyator sahəsi hazırlanır. Bundan əlavə ictimai yaşayış obyektləri bazar ərazisindən kənarlaşdırılmışdır. Heyvan bazarlarının fəaliyyəti epizotoloji stabilliyin qorunması məqsədi ilə müvəqqəti məhdudlaşdırılıb. Baytarlıq sanitariya tələblərinə uyğunlaşdırıldıqdan sonra yenidən fəaliyyətlərinə icazə veriləcək.